bizimlə bərabərdir və qeyd etmək istəyirəm ki, adını elə Neyrasparkla etdiyimiz müzakirələrdə çox eşitdiyiniz Binyamin Birkan bizlə bərabərdir. Xüsusi təhsil üzrə mütəxəssis və davranış analitiki, İstanbul Biruni Universitetinin professoru. Xoş gəlmisiniz. Merhabalar, hoş bulduk. Teşekkür ederim. Necəsiz? Çok iyiyim, sağ olun. Bakü'de bulunmak her daima çok keyifli. Ailelere ve uzmanlara destek olmak. Davetinize çok teşekkür ediyorum. Mən təşəkkür edirəm. Sizi görməyimə çox şadam. Çünki haqqınızda çox eşitmişdim və çox sevinirəm ki, bir sağlam gün ay olaraq bugün məhz sizi qonaq edirik proqramımızda. Əziz valideynlər, nənə, babalar ekrana yaxın əyləşin. Çünki çox dəyərli bir professor qonağımız var. Birazdan sadalayacağım o hansı işlərlə məşğuldur. Ən əsası təkcə Türkiyədə deyil, eləcə də bir çox ölkələrdə məşhur olan çox dəyərli bir mütəxəssisdir. Hər cümləsində bir fayda var və bu faydasını bugün sağlam gün ayda bölüşmək üçün bizlə bərabərdir. Bir daha xoş gəlmişsiniz və Nigar xanımı da tanıyırsınız. Nigar Həsənova, uzman, Neyraspark Xüsusi Təlim Mərkəzinin təhsil direktoru. Xoş gəlmişsiniz Nigar xanım. Xoş gördük. Dəvətiniz üçün təşəkkür edirəm. Darıxdıq sizdən ötürü Nigar xanım. Yeri gəlmişkən Sevinç xanımı da buradan salamlayıram. Neyraspark Xüsusi Təlim Mərkəzinin rəhbəri Sevinç xanım bilirsiniz ki, bu yola öz övladından dolayı çıxıb, övladı autizm spektr pozuntusundan əziyyət çəkir bizim Sevinç xanımın və artıq ki, çox gözəl nəticələri var və elə bu mərkəzin yaradılmasında əsas məqsəd məhz autizm spektr pozuntusundan əziyyət çəkən, xüsusi qayğıya ehtiyacı olan, diqqət əskiliyi və hiperaktivlik, psixi inkişaf ləngiməsi, nitq və ünsiyyət pozulmaları, davranış problemləri olan 0-18 yaş qrupunda olan uşaq və yeniyetmələrlə işləmək və köməkdir. Danışıq və nitq pozuntuları, ümumi inkişaf ləngiməsi, zəif əqli inkişaf, intellektual gerilik, duyu bütünləmə pozuntusu, hiperaktivlik və diqqət çatışmazlığı, davranış pozuntuları, motor inkişaf gecikmələri və nevroloji mənşəli problemlərlə bağlı da müraciət edə bilərsiniz və qeyd etdim ki, bizim dəyərli professorumuz Binyamin Birkan haqqında sizə məlumat verəcəm. Binyamin bəy çox tez-tez olmasa da amma Azərbaycana gəlir və Neyraspark Xüsusi Təlim Mərkəzində müxtəlif təlimlər keçir. Həm elə mütəxəssislərlə bərabər çalışır, həm valideynlərə dəstək verir. O xüsusi tətbiqi davranış analizi, yəni ABA sahəsində ixtisaslaşıb və uzun illərdir ki, autizm spektr pozuntusu və inkişaf fərqlilikləri olan uşaqların təhsilində elmi, sübuta əsaslanan metodların tətbiqi ilə məşğul olur. Ona görə mən xüsusi qayğıya ehtiyacı olan autizm spektr pozuntusu diaqnozundan əziyyət çəkən uşaqların valideynlərini, nənə-babalarını ekrana daha yaxın əyləşməyini rica etdim verilişimizin əvvəlində və qeyd etdim ki, Binyamin Birkan həm Türkiyədə, həm də beynəlxalq səviyyədə xüsusi təhsil sahəsində ixtisaslaşmış bir mütəxəssisdir. Çox tanınmış bir mütəxəssisdir. Bu adı siz çox eşitmişsiniz və təhsil sahəsində proqramların hazırlanması, mütəxəssislərin yerləşdirilməsi ən əsası, bax, bugün də bu missiyasını yerinə yetirəcək bizim dəyərli professorumuz ailələrin düzgün məlumatlandırılması. Dəyərli professorumuz, razı olarsınız ki, düzdür, əsrimizin bəlasıdır bu autizm spektr pozuntusu, amma bu diaqnoz haqqında məlumat çox azdır və bu sahədə mühüm işlər görmüş, nüfuzlu alim olaraq mən istəyirəm ki, sizə bu sualı ünvanlayım ilk olaraq ki, bax, autizmli uşaqların təlimində, xüsusən də bu elmi əsaslı təlimdən söhbət gedirsə, bax, bu təlim deyəndə nəyi nəzərdə tutursunuz və orada nələr yer alır, bunu bizə anladardınız mümkünsə. Evet, teşekkür ediyorum. Öncelikle böyle bir program çok önemli. Her ülkede otizmin tanınması ve otizmli bireylerin gerçek anlamda bilimsel kanıt olan uygulamalara, nitelikli eğitime erişimi için çok önemli programlar. Çünkü çok fazla bilgi kirliliği var biliyorsunuz. Öyle. Ve ailelerin doğru bilgiye erişimi de her zaman mümkün olmuyor. Tam razı, ve evet. Zamanımızı çok iyi değerlendiremediğimizden birçok çocuğun hayatı heba olup gidiyor. Şimdi tabii eğitimin bilimsel olması çok önemli. Bilimsel eğitim ne diye sorarsanız... Bəli, elmi əsaslı təlim nədir? Valideynlərin bizə verdiği suallar sırasında bu sual çok səslənib deyə istədim ki, bir professorumuzdan bunu soruşaq. Aslında sadece bu çalışmasını bu yönde odaklamış çok fazla batılı ülkelerde vakıflar var. Bilimsel nedir, bilimsel olmayan nedir? Bunu karşılaştıran ve raporlaştıran kurumlar var. Bunlar vakıflar, hayır kurumları. Şimdi bilimsel eğitim nedir?
işe yaradığı bilimsel yöntemlerle ortaya konmuş eğitime biz bilimsel eğitim diyoruz. Yani orada kanıtı olan bilimsel metotlarla etkili ispatlanmış yöntemler diyoruz. Yani burada dikkatli olmamız gereken şey şu, iyi geliyor, çocuğuma iyi geliyor değil de kanıtı var diye kullanılan yöntemleri. Təsdiqlənmiş, elmə əsaslı. Evet. Bəli. Burada evet ailelerin bu konuda kafası çok karışık olabiliyor ya da uzmanların. Bu çocuğa iyi geliyor ama bilimsel kanıtı var mı? Bilimsel kanıtı varsa o yöntem doğru bir yöntemdir. Bəli. Çünkü bu bilimsel kanıt olan yöntemler çocuğun zamanını ve potansiyelini koruyabiliyor. Yani zamanınızı boşa harcamamış oluyor ve çocuğun gerçek anlamda potansiyelini de kullanmasına destek olmuş oluyorsunuz. Bax, əsas məsələ budur. Bax, sualınızın cavabını tam da doğru verdi. Yəni, bir uşağa kömək etdisə, bu metod, yəni bu təsdiqlənmiş metoddur deməyə bizə bunu imkan vermir. Yəni, bu elmi əsaslı təsdiqlənməlidir. Və mən Nigar xanıma sual vermək istəyirəm. Bilirsiniz ki, Nigar xanım da dəfələrlə verilişimizin qonağı olub. Neurospark Xüsusi Təlim Mərkəzi autizm spektr pozuntusu ilə bağlı çox işlər görüb. Neçə ailələrə, balalara dəstək olmusunuz. Və Neurosparkı digər autizm mərkəzlərindən fərqləndirən cəhətlər var. Mən istəyirəm onları bölüşəsiniz Nigar xanım mümkünsə. Mən düşünürəm ki, Neurosparkı digər xüsusi təlim mərkəzlərindən fərqləndirən ən böyük cəhəti hər bir uşağa, ona özəl, ehtiyaclarına özəl, individual proqramın hazırlanmasıdır. Əsas yanaşmanız budur. Yəni, biz uşaqlara standart etiketlərə görə yox, onun öz ehtiyaclarına görə proqramın hazırlanmasını tərəfdarıyıq və mərkəzdə bütün təlimlər intensiv, strukturlaşdırılmış və ən əsası elmi əsaslı proqramlarla keçilir. Bu çox önəmlidir, çünki ABA təlimi autizmli uşaqlar üçün bütün dünyada artıq təsdiq olunub ki, çox faydalıdır və digər əsas fərqdən biri də odur ki, təlimlər keçirilərkən hər bir addım ölçülür. Yəni, biz uşaq mərkəzə müraciət etdiyi vaxtdan təlim aldığı bütün dövrlərdə artıq biz onun nə qədər inkişaf etdiyini görə bilirik və həmin inkişaflar da getdikcə də proqram olduğu kimi qalmır, daima yenilənir. Əsas olan məsələ budur və hər dəfə gəlişlərində dəyərli professorumuza bunu bildirim ki, bizim Binyamin Birkanın adı burada çəkilir. Çünki məhz sizin metodlarla Neurospark Xüsusi Təlim Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlara ən əsası mən autizm spektr pozuntusunu vurğulayıram. Amma burada digər pozuntular, digər diaqnozlar da ola bilər. Məhz sizin yollarla gedirlər və niyə intensiv təlimin əhəmiyyəti bu qədər vurğulanır? Yəni, nəyə görə bu təlim, bayaq bizim Nigar xanım da vurğuladı, bu qədər intensiv olmalıdır. Niyə həftədə bir neçə saat kifayət etmir? Valideynlər çox sual verirlər ki, çatdıra bilmirik, gedə bilmirik, ailədə digər uşaqlar da var və evdə autizm spektr pozuntusundan əziyyət çəkən daha bir uşaq niyə həftədə bir neçə saat bizə kifayət etmir? Çok doğru bir soru bu. Açıkçası cevaplamaktan büyük bir memnuniyet duyarım. Nereye gitsem karşıma çıkıyor açıkçası. Ben 35 yıldır otizmli çocuklara ve ailelerine hizmet ediyorum. Yoğunlaştırılmış program son derece önemli. Çünkü otizmden etkilenmiş çocuklar becerileri kendiliğinden öğrenemezler. Sistematik bir öğretim yöntemiyle öğrenebilirler. Çok başarılı olabilirler ama sistematik öğretim burada esas. Haftada 1-2 saat eğitimle bunu yapmak maalesef mümkün değil. Keşke olabilse. Yani. Yoğun eğitim, özellikle yoğun eğitim, altını çizmek isterim. Çocuğun öğrendiği becerinin kalıcılığını koruyor. Ve bu beceriyi farklı koşullara genelleyebilmesini destekliyor. Tabii burada eğitime erken başlamak çok önemli. Ve tabii sonrasında yoğun eğitim ve yoğun eğitimde işte sistematik bir öğretim söz konusu. Bunlar yoğunlaştırılmış eğitimi önemli kılan özellikler. Və qalıcı edir əsas məsələ. Çünki biz bilirik ki, bu elə bir problemdir ki, bununla bir gün, 2 gün, bir həftə, 2 həftə məşğul olmaqla nəticə əldə etmək mümkün deyil. Bu daha bir çətin mövzudur və ona görə də həssas mövzudur valideynlər üçün. Və mən çox sevinirəm ki, bugün məhz ömrünü bu işə həsr etmiş bir professor qonağımız var. Dediyim kimi, dəyərli Binyamin Birkan təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində tanınır və autizm spektr pozuntusunun
təlimi ilə bağlı, elmi əsaslı təlimi, bunu bir daha vurğulamaq istəyirəm. Çox mühüm işlər görmüş, nüfuzlu alimlərdən biridir və Neyrospark Xüsusi Təlim Mərkəzinin bütün çalışma metodikası da məhz elə dəyərli professorumuzun o metodları sayəsində hazırlanıb. Ona görə əzizlərim, müraciət edə bilərsiniz. Çox suallar verirsiniz ki, bəs biz Neyrospark Xüsusi Təlim Mərkəzi ilə necə əlaqə saxlayaq, qəbula yazılaqmı? Sevinç xanım hamını nəzərə alır. Hətta bəzən ödənişsiz konsultasiyalar da təşkil edir. Çünki bəzən var, ay nə gözəl, lap yerinə düşdü. İstəyirəm ki, elə açıqlayasınız Nigar xanım. Bayramlarla əlaqədar bu ayın sonuna qədər bütün müayinələr Neyrosparkda ödənişsizdir. Nə gözəl, yararlana bilərsiniz. Hansı nömrə ilə deyəcəksiniz? 010-712-85-95 nömrəsi ilə əlaqə saxlayaraq xüsusi qayğıya ehtiyacı olan, həm autizm spektr pozulması, həm diqqət əskiliyi, həmçinin hiperaktivliyi, psixi inkişaf ləngiməsi, nitq və ünsiyyət pozuntuları ilə bağlı müraciət edə bilərsiniz. Davranış problemləri ilə bağlı çox yazırsınız. Yenə ekranda gördüyünüz 010-712-85-95 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və bundan yararlana bilərsiniz. İntensiv təlim söylədi bizim dəyərli professorumuz. İntensiv və elmi əsaslı təlim dedikdə, Nigar xanım, istəyirəm bu sualı siz cavablayasınız ki, məsələn, bu bir uşağın gündəlik proqramında necə tətbiq olunur? Bilirəm ki, çünki siz bir baş mütəxəssis kimi bütün bunları hazırlayırsınız və bu intensiv və elmi əsaslı təlimi həmin uşağın qrafikinə necə sığdırırsınız? Bu haqda valideynləri məlumatlandırardınız. Gün ərzində bir uşağın planlı və məqsədyönlü şəkildə təlimlərin keçirilməsi əslində biz nəzərdə tuturuq və bu təlimlər sadəcə mərkəz daxilində olmur. Problem əsasən nədən ibarətdirsə və bəzən olur ki, hətta bir problem davranış marketdə çıxırsa, biz o intensiv təlimin bir hissəsini marketdə keçə bilərik. Və yaxud da bir ticarət mərkəzində çıxırsa, biz bir hissəsini ticarət mərkəzində də keçə bilərik. Və mərkəzdəykən isə sadəcə masa arxasında yox, uşağın öz ehtiyaclarına görə, yaşına görə, öyrənmə bacarığına görə oyunlarla da keçirə bilirik. Və təlimlərdə ancaq akademik biliklərdən yox, eyni zamanda gündəlik həyat bacarıqlarına uşaq necə sahib ola bilər? Məsələn, öz yaşındakı bir uşaq, bütün normatipik bir uşaq səhər durandan axşama qədər hansı bacarıqlara sahib olmalıdırsa, bütün bu proseslər mərkəz daxilində həyata keçirilir, öyrədilir, mənimsədilir. Yəni bu uşağın gündəlik harada olacağından asılı olaraq, məsələn, dediniz ki, tutaq ki, bir mağazada və yaxud da bir əyləncə mərkəzində və sizin əməkdaşlarınız onunla bərabər həmin əyləncə mərkəzində bu təlimi davam etdirirlər. Bu da təbii ki, sizin elmi əsaslarınızdır. Dəyərli bir... Ben de bir şey eklemek isterim burada. Tabii çocuğun rehabilitasyonu, otizmin ortaya çıkardığı davranış sorunları ve beceri eksiklikleri toplum temelli bir programın içinde rehabilite edilmesi çok önemli. Yani Neyrospark'ın uyguladığı programın en önemli özelliklerinden biri çocuğun sadece masa başında değil, tabii akademik beceriler olduğunda buna destek verilecek. Aynı zamanda toplumun içinde de rehabilitasyon çok söz konusu. İşte bu açıdan da baktığımızda yoğun eğitimin, programın ne kadar önemli olduğunu görebiliyoruz. Çok önemli, çok ince məqamlardır əslində və sizin bu təliminizdə hamısı bir yer alıb. Bizim dəyərli professorumuz Binyamin Birkan və BBA olaraq Neyrosparka müxtəlif elm və bilikləri təqdim edirsiniz. Mən istəyirəm bu elm və biliklərdən danışaq və sizin o təlimlərdən danışaq və bayaq da o əməkdaşlığı qeyd elədim ki, Neyrospark yaranandan bu əməkdaşlıq var aranızda və daimi olaraq siz özünüz də gəlirsiniz Neyrospark Xüsusi Təlim Mərkəzinə. Buradakı ixtisaslaşmış mütəxəssislər Türkiyəyə gəlir, həmin o sizin təlimlərinizdə iştirak edir. İstəyirəm bu əməkdaşlıq barədə də danışasınız mümkünsə. Biz BBA olarak BBA'nın İstanbul'da Avrupa ve Asya tarafında 2 merkezi var. Bu kurumlar işbirliğiyle Neyrospark'a bilimsel altyapı oluşturma Azerbaycan'da program geliştirme ve uygulama standartlarını belirleme konusunda know-how hizmeti veriyoruz. Yani bilgimizi ve tecrübemizi paylaşıyoruz. Burada sadece ne yapılması gerektiğini değil, bunların nasıl yapılması gerektiğini de işbaşı eğitimlerle ve teorik eğitimlerle gösteriyoruz. Dolayısıyla böyle bir işbirliği sahada nitelikli eğitimle karşımıza çıkıyor. Her çocuğun davranışsal ihtiyaçları farklı olduğu için her çocuk ayrı bir dünya. Dolayısıyla eğitmenlerin yetiştirilmesi çok önemli. Eğitmenlerin öğretme becerileri
ve davranış kontrolü becerileri çok önemli. İletişimlerini yönetmeleri çok önemli ve en önemlisi de program geliştirebiliyor olmaları çok önemli. Çünkü tekrar söylemek istiyorum, her çocuğun otizmden etkilenmiş olsa da davranışsal ihtiyaçları farklı olabiliyor. İşte bu konuda uzmanları desteklemek, teorik ve uygulama eğitimlerle onların yetkinliğini arttırmakla biz iyi bir sonuca ulaşabiliyoruz. Etkili bir program ortaya koyabiliyoruz. Əsas məsələ budur və elə bizim dəyərli professorumuz Binyamin Birkan dediyim kimi İstanbul Biruni Universitetinin professorudur. Xüsusi təhsil üzrə bir mütəxəssisdir və davranış analitikidir. Tətbiqi davranış analizi, bayaq da adını Nigar xanım söylədi, ABA sahəsində ixtisaslaşıb, autizm spektr pozuntusu olan uşaqlarla elmi əsaslı təhsil metodları üzərində çalışır və əsas məsələ onu Türkiyədə və dünyanın bir çox ölkələrində tanıtdıran əsas məsələ ilk xüsusi, yəni ABA əsaslı ilk xüsusi təhsil məktəbinin qurucularındandır və bir qurucu olaraq sizin yolunuzla davam edən mərkəzlər var. Azərbaycanda isə bu Neurospark xüsusi təhsil mərkəzidir. Dediyim kimi, bax bir qurucu olaraq ABA əsaslı elmi təhsili həm Neurosparkda çalışan mütəxəssislər, həmçinin orada olan uşaqlara tətbiqi ilə bağlı daimi olaraq öz nəzarətinə aparır bizim dəyərli professorumuz və uzun illərdir ki, bayaq da qeyd elədim, həm mütəxəssislərin, həm də valideynlərin maarifləndirilməsi ilə məşğuldur və təbii ki, siz də Türkiyəyə getməyə lüzum yoxdur. Professorumuz özü daimi olaraq Neurospark xüsusi təlim mərkəzinə gəlir və bir neçə gündür ki, burada da təlimlər keçirsiniz, həm mütəxəssislərə, həm də valideynlərə. Hansı günə kimi buradasınız doktor? İnşallah onu da söyləyin. Ben bütün hafta buradaydım. Cuma günü akşam döneceğim. İnşallah. Yarın da buradayım tüm gün. İnşallah yarın akşam orada çok işlerim var. Burada... Hələ bundan sonra 2 gün belə deyim, hələ buradadır. Çünki axşam yola düşəcək, ona görə də yazıla bilərsiniz və həmçinin də bizim dəyərli professorumuzun təlimatlandırdığı mütəxəssislər, uzman, belə deyim də, bu işlə məşğul olan uzman mütəxəssislər də Neurospark xüsusi təlim mərkəzində çalışır. Dediyim kimi, Neurospark xüsusi təlim mərkəzinin əsas məqsədi odur ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və ailələrə dəstək olsunlar və mən Sevinç xanımı bir daha buradan salamlayıram. Bu gözəl kampanyalara görə təşəkkür edirəm. Mən çox sevinirəm ki, Sağlam Gün Ay olaraq bu ailələrə də bir köməyimiz çatır. Təbii ki, sizin sayənizdə Sevinç xanım, sizin mərkəzinizin sayəsində ödənişsiz şəkildə bu müayinələrdən yararlana bilərsiniz. Çünki bir çox valideynlər belə övladlarının diaqnozlarını bilmirlər. Bu diaqnozların doğru dürüst şəkildə qoyulması üçün Neurospark xüsusi təlim mərkəzinə müraciət edə bilərsiniz. 010 712 85 95 və bu günlərlə əlaqədar olaraq tam ödənişsiz şəkildə bundan yararlana bilərsiniz. Qısa aradan sonra autizm spektr pozuntusu və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin yazdığı suallarla davam edəcəyik. Gözünüz bizdə olsun. Və biz davam edirik. Bir daha bildirim ki, hal-hazırda studiyamızın çox dəyərli qonaqları Neurospark xüsusi təlim mərkəzindən təşrif buyurublar. Əsas məsələ bu məqamı sizin diqqətinizə çatdırmalıyam. Bu ayın sonuna kimi Neurosparkda bütün konsultasiyalar ödənişsiz şəkildə olacaq. Əziz valideynlər, o valideynlər ki, bəhanə gətirirdi ki, biz müraciət edə bilmirik, müəyyən çətinliklərimiz var. Sevinç xanım, Neurospark xüsusi təlim mərkəzi hər zaman sizin fikirlərinizi diqqətə alır və bu ayın sonuna kimi yararlana bilərsiniz bu konsultasiyalardan. Övladınızda sizi narahat edən əlamətləri sorğulaya bilərsiniz. Ona doğru yol çözülməsini istəyə bilərsiniz. Doğru diaqnoz qoyulmasını görə bilərsiniz. Harada? Neurospark xüsusi təlim mərkəzində. Ünvan Əli Cəbbər Orucəliyev 66, əlaqə nömrəsi 010 712 85 95 və xüsusi qayğıya ehtiyacı olan autizm spektr pozuntusundan, diqqət əskiliyindən, hiperaktivlikdən, psixi inkişaf ləngiməsindən, nitq və ünsiyyət pozulmalarından, davranış problemlərindən, əziyyət çəkən istənilən yaş qrupunda uşaq yeniyetmələrlə bağlı Neurosparka müraciət edə bilərsiniz. Bəzən öyrənmə çətinlikləri olduğunu qeyd edir valideynlər. Nitqdə axıcılıq pozuntuları olduğunu qeyd edir valideynlər. Ya biri sürətli danışır, digəri kəkələmədən əziyyət çəkir, amma bunun hamısının çarəsi var. Neurospark xüsusi təlim mərkəzində və bu ayın sonuna kimi ödənişsiz şəkildə yararlana bilərsiniz. 010 712 85 95 və yeni qoşulan tamaşaçılarımız üçün isə qeyd edim ki, hal-hazırda studiyamızın dəyərli qonağı xüsusi təhsil üzrə mütəxəssis
mütəxəssis və davranış analitiki, İstanbul Biruni Universitetinin professoru Binyamin Birkandır. Xoş gəlmisiniz Binyamin bəy bir daha və uzman Neyrospark Xüsusi Təlim Mərkəzinin təhsil direktoru Nigar xanım, Nigar Həsənova bizlə bərabərdir. Bir daha sizi xoş gördük. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün təşəkkür edirəm. Nigar xanım, istəyirəm ki, elə sizinlə davam edim. Çünki reklama keçiddən öncə balaca bir anons elədim ki, o ailələrə səslənəcəyik və Neyrosparkda mən bilirəm ki, təkcə uşaqlarla deyil, həmçinin xüsusi uşaqların böyüdüyü ailələrlə də təlim prosesləri keçirilir və bu ailələrə necə dəstək olursunuz? Bu təlimdə ailələrin yeri, rolu nədən ibarətdir? Bu barədə məlumatlandıraq bu insanları. Eynən, ailələr bizim üçün bu prosesdən kənarda qalan müşahidəçi olmurlar. Bu prosesin içində aktiv iştirak edirlər. Yəni valideynlər mütəmadi olaraq mərkəzə gəlib uşağın nə öyrəndiyini, necə irəlilədiyini görə bilirlər. Bəzən valideynlərin ən böyük şikayəti ondan ibarət olur ki, mərkəzdəykən uşaq çox sakit, amma evə gedəndə bütün davranış problemlərini evdə saxlayır. Bəli, orada daha çox görünür. Ona görə biz sıx-sıx valideynləri mərkəzə dəvət edirik, birə-bir öz övladları ilə çalışırlar. Hətta deyə bilərəm ki, elə valideynlərimiz var ki, o qədər uşaqla mütəxəssis yardımı ilə o qədər çalışıblar ki, artıq birə-bir mütəxəssislər qədər çox qəşəng tətbiq edə bilirlər. Nə gözəl. Əslində bu çox önəmlidir. Mən düşünürəm ki, elə bu sizin o elmi əsaslı təliminizin içində də o maddələrdən biridir. Evet, bu bizim temel prensibimiz. Ailelerimizin öğretme ve davranış kontrolü becerilerini geliştirebildiğimiz müddetçe iyi sonuçlar alabiliyoruz. Çünkü çocuklar diğer çocuklar gibi öğrenmiyor, farklı öğreniyor. Bəli. Yani diğer çocuğunuzu eğitir gibi eğitirseniz bir sonuca ulaşamazsınız. Dolayısıyla bu özel öğretim tekniklerini öğrenmeniz sizin yaşam kalitenizi de arttırıyor. Çünkü çocuğunuza siz de bir şeyler öğretebiliyorsunuz. Bəli. Bu eğitim böyle çok akademik bir eğitim değil. Günlük hayata uyum sağlamayı öğretiyorsunuz. Markette sorun çıkardı, evde sözünüzü dinlemiyor. Aynen. Sokakta başka problemlerle karşılaştığınızda orada tam olarak ne yapacağınızı bir ebeveyn olarak biliyor olmanız lazım. Yani mükemmel olmanız gerekmiyor ama zorluk yaşadığınızda ne yapmanız ve ne yapmamanız gerektiği konusunda bir fikriniz olması lazım. Çox gözəl. Yəni çıxış yolu tapacağı məqamları artıq Neyrosparkda övladları ilə mütəxəssislərin çalışmasından o valideynlər anlayacaqlar və onlar da bu təhsil prosesində, bu təlim prosesində iştirak etmiş olacaqlar. Çünki biz görürük, bəzən görürsən ki, valideynlər kənarlaşdırır ki, onları izləməsinlər. Neyrosparkda belə deyil. Eğitim çok açık ve aile işbirliğini çok önemsiyoruz. Haftalık çok kurum önemli. ziyaretleri var. Aileler kuruma geliyor, uygulamaları gözlemliyor. Çocuk problem çıkardığında uzman nasıl yönlendiriyor ya da yeni bir beceriyi nasıl öğretiyor, o öğretim tekniğini nasıl kullanıyor, gözlemliyor, uygulamalara katılıyor ve geri bildirim alıyor. Bu eğitimler aynı zamanda evde devam ediyor. Evet. Belirli aralıklarla ev ziyaretleri yapılıyor ya da toplumsal bir ortam, yani bir alışveriş merkezinde Nigar Hoca'nın da bahsettiği gibi diğer toplumsal ortamlarda da aileye sürekli rehberlik ediliyor. Ancak ve ancak, bakın bu artık tartışılacak bir konu değil. Ebeveynlerle işbirliği yaptığımız müddetçe çok iyi sonuçlar alabiliyoruz. O yüzden çocuğunu eğitmek isteyen ebeveynlerle çalışmak istiyoruz. Bəli, o valideynlərə səslənirik buradan və valideynlərin rolu danılmazdır. Əziyyət çəkən valideynlərimizin Allah köməyi olsun. Xüsusən də xüsusi qayğıya ehtiyacı olan uşaqların böyüdüyü ailələrdən söhbət gedir. Çətindir. Bunu hər kəs bilir. Cəmiyyət olaraq da biz bunu anlamalıyıq ki, o ailələrə çox çətindir. Elə Çocuk yetiştirmek başlı başına kolay değil. Aynen. Özel çocuğunuz olduğunda daha iyi. Ben çok Parent Plus diyorum. Bu çok yurt dışından bir arkadaşımdan aldığımla. Özel çocuğu olan aileler de çok özel insanlar. Bəli. Özel bir takım becerilerle donatılmış olmaları gerekiyor. Bu da uzmanlık istiyor. Yani uzman bir yerden destek almayı gerektiriyor. Və xüsusən də autizmli uşaqlardan danışırıqsa, valideynlərin ən çox verdiyi suallar sırasında, bax, indi verəcəyim sual da ilk sıralardadır. Dəyərli professorumuza ünvanlayacağım bunu Binyamin bəyə görə necə cavablandıracaq? Deyirlər ki, hər bir autizmli uşağa eyni təhsil verməliyikmi? Yoxsa burada da bir fərdiləşmə olmalıdır, individuallıq olmalıdır? Kesinlikle hayır. Aynı eğitim verilmemesi lazım. Çünkü otizm bir spektrumdur. Spektrum bozukluğudur. Bozuntusu. Yani bunun anlamı her alanda, gelişimin her alanında çocuk davranışsal sorunlar yaşayabilir. Ancak aynı tanıyı almış olsalar da çocukların davranışsal ihtiyaçları birbirinden
çok farklı olabilir. Aha. Örneğin biri öfke krizleri geçiriyordur, diğerinde hiç yoktur. Yoktur. Birinde stereotipik hareket bozukluğu çok fazladır. Təkrarlanan hərəkətlər çoxdur. Ama bazıları digərində- çok azdır. Aha. Bazıları konuşuyordur ama bunu iletişim olarak kullanmaz. Bazıları hiç konuşamıyordur. Yani her çocuğun davranışsal ve eğitsel gereksinimleri birbirinden çok farklıdır ve eğitimin mutlaka ve mutlaka bireyselleştirilmesi gerekir. Yani eğitim çocuğa uymalı, çocuk eğitime değil. Anladım. Yani kıyafet gibi düşünün. Eyvah. Tek beden herkese uyar mı? Hayır. Ve tek tip eğitim de otizmde her çocuğa maalesef uymuyor. Yəni diaqnoz eyni olsa belə, hər bir o, məsələn deyirəm, bir 5 uşaqdan söhbət gedirsə və bu 5 uşağın hər birində autizm spektr pozuntusu diaqnozu qoyulub, amma onlarla işləmə, təlim metodları tamam fərqli olacaq. Ve çocuğa göre uyarlanması lazım. Mesela aynı davranışı, beceriyi öğretebileceğiniz farklı uygulamalar var. Hangisi o çocuğa iyi gelecek? Bu tabii bu iyi uzman olmayı iyi gözlemci olmayı gerektiriyor. Onu duymaktan Eğer ötürü. 100 çocuğunuz varsa 100 ayrı sınıfınız var anlamına geliyor. Yani her çocuğa kafa yormanız, onun ihtiyaçları doğrultusunda programı şekillendirmeniz ve onu ustaca uyguladığınızda sonuçlar alabiliyoruz. Yani aileler diyor ki ben yıllardır eğitim alıyorum ama hiç sonuç alamadım. Alamazsınız. Eğitimin bireyselleştirilmesi ve en başta söylediğimiz gibi bilimsel kanıtı olan yöntemlerle yürütülüyor olması. Bunu yürütecek uzmanların olması, bunların o yetkinliğe sahip olması gerekiyor ve eğitimin denetlenmesi gerekiyor. Yani biz burada programı belki birazdan konuşacağız ama programı çocuklar için neler yapıldı? Hedeflenen beceriler üzerine ne düzeyde bir gelişme sağlandı? Nə nailiyyətlər əldə etdi? Nələr oldu? Nələri qazandı? Ve bu gelişimden aileler İnkişaftan, ne düzeyde memnun? Çalışan uzmanlar ne düzeyde memnun? Yani bir toplam kalitesi sistemi olması lazım kurumun. Neurospark tam da bu anlamda bunu yapmaya çalışıyor Bakü'de. Bəli. Uluslararası standartlar doğrultusunda böyle bir programın burada kalıcı ve sürdürülebilir olarak kurulması için çaba gösteriyor. Bu çok anlamlı, çok kutsal, çok değerli bir iş. Otizmden etkilenen insanlar Bakü için. Bakın bir çocuk herkese etkiliyor. Sadece aileyi değil, mahalleyi, Təkcə Bakı deyil, Azərbaycan üçün. Neurosparka bilirsiniz, bütün bölgələrimizdən müraciətlər var. Və mən bilirəm ki, bu kampaniyadan yararlanmaq istəyən insanların sayı da çox olacaq. Çünki Sevinç xanım dediyim kimi, bu Neurospark xüsusi təlim mərkəzini yaratmağının səbəbi məhz özünün də xüsusi valideyn olmağıdır. Onun da övladı xüsusi bir uşaqdır. Autizm spektr pozuntusundan əziyyət çəkir. Və bu mərkəzi yaradıb digər ailələrə də yardımcı olmaq istəyir. Ona görə də dekabrın sonuna kimi tam ödənişsiz şəkildə yararlana bilərsiniz. Bütün qəbullar ödənişsiz şəkildədir. İstər autizm olsun, istər xüsusi qayğıya ehtiyacı olan digər diaqnozlar olsun, serebral ifliclərə də aiddir, davranış pozuntularına da aiddir, nitq geriləmələrinə də aiddir, istər kəkələmə olsun. Yəni, psixi, emosional vəziyyəti ilə nələri görürsünüzsə, nələri cəmləşdirirsə, hamısı Neurosparkda nəzərə alınacaq. 010-712-85-95 və biz bir uşaqdan danışdıq, onların inkişafından danışdıq və nəticələrindən danışdıq. Mən istəyirəm Nigar xanım bu sualı cavablandırsın ki, bir uşağı necə izləyirsiniz? Onun əldə etdiyi nəticələr, nailiyyətlər, bir ölçü varmı? Nə ilə ölçülür? Eynən, biz inkişafı sadəcə müşahidələrlə yox, faktlarla əsasən qiymətləndiririk. Bayaq qeyd etdiyim kimi, bütün öyrədilən məlumatlar, bütün addımlar hamısı ölçülür. Yəni, uşaq müəssisəyə gəldiyi müddətdən nə qədər irəliləyibsə, biz bunları qrafiklər vasitəsilə görə bilirik. Və bəzən də olur ki, bir neçə həftə biz qrafikin istiqamətinin yuxarı qalxdığını görmürük. Yəni, standart olaraq davam etdiyini görürüksə, biz artıq burada uşağın öz potensialını günahlandırmırıq. Burada artıq biz avtomatik təhsildə bir dəyişiklik eləyirik ki, bu proqramı, bu uşağı necə öyrədə bilərik? Bu bizim müəssisənin ən başlıca prinsiplərindən biridir. Yəni, nəticələrə baxıb artıq doğru yolu çözürsünüz. Əslində, bayaq dəyərli professorumuz da bu məqamı vurğuladı və mən istəyirəm ki, elə valideynlərə səslənək, dəyərli professorumuz. Ailələrə bax, ekran qarşısından verəcəyiniz ən önəmli mesaj nə ola bilər? Bax, ömrünüzü bu işə həsr eləmişsiniz. Autizmli uşaqlarla çalışırsınız və artıq 40 ilə yaxınlaşır ki, bu sahədə yürüyürsünüz. Sizin mesajınız çox önəmlidir. Evet, teşekkür ediyorum. Ben şu mesajı vermek istiyorum. Çünkü Azerbaycan'dan gelen aileler olabiliyor Türkiye'ye çok zor koşullarda parçalanmış aileler. Yani bu işlerin, bu bilimsel kanıt olan uygulamaların burada yaygınlaştırmasını çok önemsiyorum. Ailelerin gerçekten desteğe ihtiyacı var. Ben onlara şunu söylemek istiyorum. Umut
bilimle anlamlı hale geliyor. Bakın o yüzden bugüne geldiysek eğer biz bilimin sayesinde geldik. Bəli, bilgilərin Burada ışık sayesinde. varsa, burada televizyon varsa, burada sizinle bu konuşmaları yapabiliyorsak burada bilimin sayesinde yapabiliyoruz. Onlara şunu söylemek istiyorum. Bakın doğru, nitelikli bir eğitimle çocuklar ilerliyor. Bu umut vaat eden bir yolculuğa dönüşüyor. Bəli. Bu artık tartışılacak bir konu değil. Bunun yolu bildiğimiz bugün en değerli şey doğru, nitelikli, uygun bir eğitimde çocuklarının ilerleyebildiği. Dolayısıyla burada aileler bu konularda çok dikkatli olmaları lazım. Birincisi erken başlamaları gerekiyor. Olabildiğince. Erken müracaat. Erken yaşlarda başlamak çok önemli. Yani otizmden etkilenen çocukların genelde dış görünümleri çok normaldir. Diğer çocuklardan hiç farklı değildir. Körpəlikdə heç seçmək olmaz. Ve bu da yanıltır aile. Ya bir şey yok, babası da geç konuştu, annesi de öyleydi, dayısı da öyleydi, amcası da öyle deyip geçiştirirler. Ama erken yaşlar çok kıymetli. Erken başlayacağız. Birincisi doğru bir yerden destek alacağız. Bakın bu da önemli. İkincisi ve üçüncüsü ve en önemlisi sabırlı olacağız. Bu süreçte sabırlı olacağız. Çünkü bir gün, 2 gün değil, bazı çocukların daha uzun süre bu desteğe ihtiyacı olabiliyor. Evet. Ama aileler çok telaşlı olduğu için anlayabiliyorum. İşte 1 ay, 1 hafta, 3 ay, 5 ay gibi sürelerde sürekli böyle kurum değiştiriyorlar. Evet, doğru bir kurumu bulun ve teslim olun ve sabırlı olun. Güvenin. Bunlar çok önemli konular olduğunu düşünüyorum. Elə ən əsas məqamları vurğuladınız. Düşünürəm ki, bu ailələr xüsusi qayğıya ehtiyacı olan, diaqnozundan asılı olmadan avtizm spektr pozuntusuna təbii ki, bura aid edirik. Doktorumuz, dəyərli professorumuz Binyamin Birkanın dediyi bu maddələrə, müddəalara əməl etsələr, çox gözəl nəticələr əldə etmiş olarlar. Və təbii ki, bu da sizin bu uzun illər əldə etdiyiniz təcrübənin nəticələridir. Evet, yani şimdi tabii bu bahsettiğim özelliklerle çocuklar o kadar iyi gelişimler sağlayabiliyor ki yaklaşık %50'si bakın. %50'si birkaç yıl içerisinde diğer akranlarından fark edilemeyecek düzeye gelebiliyor. Yani normal gelişen akranlarıyla aynı okula gidebiliyor, aynı programı takip edebiliyorlar. Hatta dışarı gördüğünüzde bu çocuklardan hangisi geçmişte tanı almış olabilir, ayırt edemeyeceğiniz kadar ilerleyebiliyorlar. Ne güzel. Bu ama sadece ve sadece bugün bildiğimiz yol bu. Belki yarın başka şey bileceğiz. Erken başlamak önemli. Doğru bir yerden, doğru bir kurumdan rehberlik almak ve sabırlı olmayı gerekiyor. Bəli. O ailələrə səbr arzulayırıq ən əsası və mən istəyirəm elə Nigar xanım da Azərbaycanda gördüyü ailələrlə bağlı, xüsusi qayğıya ehtiyacı olan avtizmli uşaqlarla bağlı ən böyük ehtiyacı səsləndirsin. Bax, sizə müraciət edən ailələrdə bu ehtiyacı nədə görürsünüz? Mən düşünürəm ki, ən böyük ehtiyac keyfiyyətli və elmi əsaslı təlimlərin yayılması ilə bağlıdır. Bəzən biz görürük ki, valideynlər məlumatsızdırlar, yəni hara müraciət edəcəklərini bilmirlər. Bizim əslində məqsədimiz bu keyfiyyətli, elmi əsaslı təlimləri ictimaiyyətə yaymaqdır. Və çox gözəl ki, məhz elə bizim dəyərli professorumuzun saldığı bir cığırla yol gedir hal-hazırda Neyrospark Xüsusi Təlim Mərkəzi və aranızda bir əməkdaşlıq var. Dəyərli professorumuz Binyamin Birkanla Neyrosparkın uzun illərdir davam edən bir əməkdaşlığı var və orada xüsusi qayğıya ehtiyacı olan uşaqlara məhz dəyərli professorumuzun təlimləri ilə, elmi əsaslı təlimləri ilə nəyə görə bunu vurğulayıram? Bəzən müxtəlif təlimlərdən söhbət gedə bilər, amma onlar elmi əsaslıdırmı? Onların bir sübutu varmı? Onlar təsdiqlənibmi? Bax, bu artıq bir sualdır. Ona görə bayaq elə dəyərli professorumuzun söylədiyi o ikinci müddəada o da yer almışdı ki, gedəcəyiniz yeri, müraciət edəcəyiniz mütəxəssisi də araşdırın. Daha sonra artıq ona güvənib öz övladınızı, öz ailənizi ona etibar edin və nəticələr üçün səbr edin. Belə də olmalıdır. O ailələrə biz təbii ki, dəstək olmalıyıq bir cəmiyyət olaraq və mən bugün sizə təşəkkür edirəm. Dəyərli professorumuza Binyamin Birkan bizlə bərabərdir və sual verənlər var ki, biz necə yazıla bilərik bizim dəyərli professorumuzun qəbullarına? Professorumuz hələ 2 gün ərzində də Bakıda Neyrospark Xüsusi Təlim Mərkəzində olacaq və davamlı olaraq hər dəfə Bakıya gəlir. Buradakı mütəxəssislər Türkiyəyə yollanır, bizim professorumuzun təlimlərində iştirak edir. Ən əsası Neyrospark Xüsusi Təlim Mərkəzində bu metodlardan yararlana bilərsiniz. Bir daha qeyd edim
dedim ki, professorumuz xüsusi tətbiqi davranış analizi, yəni ABA sahəsində ixtisaslaşıb, uzun illərdir ki, bu sahədə çalışır. Xüsusən autizmli uşaqlarla, autizmli uşaqların böyüdüyü ailələrlə çalışan bir mütəxəssismizdir, nüfuzlu bir alimdir. Onların təhsilində sübuta əsaslanan metodların tətbiqi ilə məşğul olur. Həm Türkiyədə, həm də beynəlxalq səviyyədə xüsusi təhsil sahəsində proqramların hazırlanması, mütəxəssislərin yetişdirilməsi, eləcə də Neyrosparkın xüsusi təlim mərkəzində mütəxəssisləri yetişdirən bir şəxsdir. Ailələrin düzgün istiqamətləndirilməsi istiqamətində mühüm işlər görmüş bir alimdir. İstanbul Biruni Universitetinin professorudur. Xüsusi təhsil üzrə mütəxəssis və davranış analitikidir. Buyurub müraciət eləyə bilərsiniz. Mən sizə təşəkkür etmək istəyirəm. Çünki bugün çox önəmli bir mövzuda həm bizi, həm tamaşaçılarımızı məlumatlandırmış oldunuz. Növbəti görüşlərdə də mən studiyamıza gəlişinizi istəyəcəm. İnşallah ki, vaxt tapıb gələrsiniz dəyərli professorumuz. Minnətdaram gəlişiniz üçün. Ben de teşekkür ederim tekrar davetinize. Və Nigar xanıma da təşəkkür edirəm. Neyrospark Xüsusi Təlim Mərkəzinin təhsil direktoru Nigar Həsənova da bizlə bərabər idi. Mən təşəkkür edirəm. Minnətdaram. Sevinç xanıma buradan salamlarımı bir daha çatdırıram. Bu kampaniya üçün o ailələrin adından ayrıca təşəkkür edirəm. Baxıram qaynar xəttimizə, TikTok canlı yayımıza və müxtəlif bölgələrimizdən biz gələcəyik, qəbulda iştirak etmək istəyirik. Necə yazılaq deyə sual verən izləyicilərimiz də çoxdur. Sizin üçün bir daha səsləndirirəm. 010 712 85 95 Neyrospark Xüsusi Təlim Mərkəzi ilə əlaqə nömrəsidir. Ünvanı soruşsaz, Əli Cabbar Orucəliyev 66 ünvanında yerləşir və bu ayın sonuna kimi ödənişsiz konsultasiyalardan yararlana bilərsiniz. Düşünürəm ki, bugün də tibbi mövzularımızla, faydalı müzakirələrimizlə, sizin suallara cavabla sizə faydalı olmağı bacardıq. Sabah yenidən saat 13:00-da canlı görüşünüzə gəlib missiyamızı davam etdirəcəyik. İnşallah. Gününüz, ayınız sağlam olsun. Hələlik. Sağlam gün, ay.